özəlliyi bizə yaşadan bizim şəhidlərdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Xahiş edirəm onların yad eləmək üçün bir dəqiqəlıq xahiş edirəm. Sağ olun, Allah rəhmət eləsin. Və biz əminik ki, geçdik Göyçəyə qaydarıqdır. O gözəl torpaqları, o gözəl çayları, dərələri, suları bir də görəcəyik. Yəni bir də orada yaşayacaq. Hamınıza xoş bir günlər arzulayıram. Yenə deyirəm, burada ildə 4 dəfə biz yığışırıq. Belə günlər həyata yazılan günlərdir ki, ən əziz insanlarla, ən doğma insanlarla bir yerdə oluruq. Yenə deyirəm, hamınız xoş gəlmişsiniz. Elsəvər müəllim çox sağ olsun. Çox təşəkkür edirəm. Bu tədbirin əsas təşkilatçısıdır. Çox əziyyəti var burada. Hidayət qardaşıma can sağlığı arzulayıram. Bugün burada yediğimiz bal, qaymaq Hidayətin məhsuludur. Yəni şorcanlara bir hədiyyədir bu bal. Yəni biləsiniz Hidayətin öz istehsalıdır, öz məhsuludur. Və bizim kəndimizin hər görüşündə Hidayət öz bal ramkasını getirir, cemaata ağzında bir şirinlik yaradır. O bal insanlar arasında da şirinlik yaradır. Hamınızı öpürəm, bağırma basıram. Həmişə belə günlərdə görüşək. Sağ olun. Sadam müəllim çox sağ olun. Gözəl çıxışına görə. Mən bu Goranboyda yaşamağımla əlaqədar olaraq bu məsuliyyət mənim üzərimə düşür. Və mən bacardıqca da bu təşkilatçının məsələsinin öhdəsindən gəlməyə çalışıram və İnşallah yaxşı nəticə də olacaq. Hamınız Goranboy torpağına xoş gəlirsiniz. Mən gün o günü arzulayıram ki, bizim bu kollektiv Göyçə mahalında Aşağı Şorca kəndində bax belə bir məclislər təşkil edib, bir qulaq başında bax bunu qeyd edib. Bir daha hər biriniz xoş gəlirsiniz. Mən bütün Aşağı Şorca bu xeyriyyə qrupunun üzvlərinin hamısına minnətdaram bu dəvəti qəbul edib bura gəldiyinizə görə bir daha təşəkkür edirəm. Bir də sizdən artıq dərəcədə xahiş edirəm, tez getməyin.
gündür ki, hamımızın ürəkdən istədiyimiz bir gündür. Yəni kəndimizin bütün cəmaatı bir yerə yığışıb, bir-birindən görüşməyi, bir-birindən məsləhətləşməyi, həmçinin bu biraz səs-küy olmağı mən onda görürəm ki, hamısı hər bir tərəfdə, Respublikamız hər yerində yaşayanlar burada iştirak edir. Mən hamımıza onu arzu eləyirəm ki, belə məclislərimiz Göyçədə də, Aşağı Şorca kəndində də olar. Bakıdan gedəndən düz həmçə yüksəkliyə gedirik. Buradan gedirik Gəncəyə, Gəncədən Təzədən gedirik Qazağa, Qazaqdan o Dilizanın peravanlarıyla qalxırdıq Göyçə gölünə. Göyçə gölündən çatırdıq Basar keçənə, oradan gedirdik Daşkəndə. Xəyalımıza gəlmirdik ki, o tərəfdə bir kənd ola bilər. Hansı ki zirvədəydi. Mən həmçə deyirəm, o zirvə dünyanın mərkəzidir. Bəlkə də Allah Taala da elə o zirvədən dünyanı idarə edir. Çünki biz orada doğulmuşuq. Biz hər birimiz Sorca həsrətindən bura toplaşmışıq. O Sorca ki, belə dəyərli oğlanları var. O Sorca ki, qartallar yuvasıdır. Bizim cənab prezidentimiz İlham Əliyev Kəlbəcərdən əlini Göyçə tərəfə biri bölümdən dedi, ora var denizdir, dedi, yox, ora basar keçərdi. Və bizim həmin o kəndimiz Qərbi Azərbaycana giriş qapısıdır. Bizim o kəndimizdən Zəngəzura gedəcək, bizim o kəndimizdən Göyçə gedəcək. Burada hamı xoşbəxtdir dedim, amma onların içində bir-iki nəfər daha xoşbəxtdir. Onlardan biri Əyyubdur, biri mənəm, Səyyah müəllim, bizim Şahbaz müəllim. Biz getdik o torpaqları ziyarət elədik. O kəndimizdən 3 ay keçirdi. Orada bir pişik dərəzi vardı, bizim evin böyründəydi. Mən Niagara şəlaləsində, Viktoriya gedəndə 3-4 kilometrdən şəlalənin səki eşidilirdi. Amma mən 450 kilometrdən hər gün o pişik dərəsinin zümzüməsini, şəlaləsini eşidirəm. Bax, həmin Sorcanırıq biz. Biz oradanıq. Zirvələrdə hay qoparıb, gəz Göyçəni dolan qartaq. Sərt qayadan qıy qoparıb, de unudum dərdi, qəmi, bizim Sorca yerindədir. Sorcalardan keçən zaman, ayaq saxla, dayan bir an, tək mənəm mi o dayanam, mənim üçün aman, zaman, tök gözümü, tök didəmi, Ulu Sorcam yerindəmi? Mən Tofiqin dərdi böyük, vətənə çıxmışıq dönük, qəlbdə həsrət, çiyində yük, necə çəkin bu sistəmi? Ulu Göyçəm, Ulu Sorcam yerindəmi? Mən hiss edirəm ki, bu məclisdə əyləşən şəxslərin hər biri mənim ruhuma yaxın olan şəxslərdir. Bu nədən irəli gəlir? Ondan irəli gəlir ki, hər bir kəs elinə, obasına, vətənə bağlıdır. Vətən oğulsuz, oğul vətənsiz olmaz. Bu müzakirə mövzusu deyil. O ki da, mənim Allah'tan arzumdur ki, belə bir görüşlər, şən məclis, sazla sözün qovuşduğu o Göyçə mahalında və içində yaşadığımız sinəsində xarı bülbüllər eşitilən Qarabağ torpağında olsun. Bura doğma yurdum Azərbaycandır. Ən uzaq güşəyə göndərin məni. İstər şiş qayalı uca dağlara, istər sıx meşəyə göndərin məni. Yandırmaz əlimi köz sənətimin, şeir sənətimin, söz sənətimin, ən uzaq yerlərə öz sənətimin, vuruluyam deyə göndərin məni. Babək at oynadan qaylar görüm, Azəri ismətli həyalar görüm, demirəm xəyallar, rüyalar görüm, xalqıma köməyə göndərin məni. Öz ünvanı, ödalı var hər kəsin, həsrət könül deyil necə dinəsin, şəhərlər yurdunu gözün görməsin, Təbrizə ölməyə göndərin məni. Cavidlər yurdur mənim yurdum, vuruluyordum sönməyən alovmudum, Astara yolunu şehir söylüyordum, onlara köməyə göndərin məni. Qazaxda köhrən az çapbağa gedim, Şurada Vakifi tapbağa gedim, qadirəm hər şeyə, göndərin məni. Ay,
Salman sizə təşəkkür edirəm. Mən bura dəvət elədiyinizə də təşəkkür edirəm. Hamınıza uzun ömür, can sağlığı arzulayıram və bir ulu öndərimizin sözü var. Fəxr edirəm Azərbaycanlıyam. Mən də deyirəm fəxr edirəm ki, Sorcalıyam. Öpürəm, bağırma olmasın. Hamısı sağ olun, mənim doğmalarımsınız.